Allahın adı çəkiləndə çəkilib qaçmaq istəyirlər, eşitmək istəmirlər. Bu bəzi vaxtlar iman əhlində də baş verə bilər. Bir yaxınını itirən kimi yoxsa Allahdan danışsan, deyə də bilmir, amma içində bir səs var ki, niyə bunu elədi Allah mənə? Bu yaxşı haldır. Yoxsa tövsiyə edirəm o insanlar ki, yaxınını itirdi, heç olmasa 2-3 gün müğayət olun. Şeytan başınızın üstündədir. Ki sizə şikayət elətdirsin. Bizə şikayət elətdirsin. Ona görə dəfn eləyəndə deyin Allahım, səndən razıyam, şükür edirəm sənə. Dilimizi öyrəşdirin bu sözlərə. Yalnız belə deyək də, bu mənada ilə Allahla neymət dostu olmayaq. Neyməti verdi, sevək, biraz kesildi, dayanaq. Əlimizdən neyisə aldı, başlayaq müharibəyə, şikayətlənək, orada burada danışaq. Yaxşı hal deyil bu. Yaxşı halət deyil bu halət. Allahı yalnız neyməti üçün sevənlər, birdən kesildi, nə oldu? Şükür azaldı. Ya məsələn, birdən iş